Herkese selam, YouTube kanalıma hoş gelmişsiniz. Konağımızı görürsünüz yəqin. Gel. Yoldayım çatıram. Tomatın kanalında necə şeyləri. Mən niyə qınamırsan? Nə? Herkes tərəfindən sevilən bloger zat təqdimat edirlər. Mənə bax. Nə dedin ki? Sən necə təqdim elədin məni? Bu da Arzu. Onu tapdım bugün bu boşu. Studiyaya pul verməmək üçün Arzu demiş. Belə şey gətirmək üçün belə bir şey lazım. Sıfır bütçeli proyekt. Sonra şey paylaşarıq. Çok yorulduk bu ərsəyə gəlmək üçün. Elə bilirsiniz asandır. Bloger olmaq. Neyse. Neyse bu... Sənə dedim ki... Bu ciddi bir verilişdir. Gəl ziyalı suallardan başlayaq birinci. Heç sual verməmişəm. Mənim dostlar, Arzuya gözəl suallar hazırlamışam. Sizin də suallarınızla birləşərək onu inim edəcəyik. Bəzi suallardan xəbəri var. Dedim ki, özümü hazırla, yəni ki buna. Çünki yalan desə... Bax, belə şey var. Arzu xanım. Ja. Niyə Ja? Cəlili, Jalili, o da qısası Ja. Böyle klasik, çok klasikleşmiş, tipikleşmiş, daha çürüdülmüş bir sual vereceğim sana. Necə oldu başladın blogerliyə? Belə planlı şəkildə olmadı. Mən əvvəl işləyirdim, yadındadırsa, Womenas saytında. Həm fotoqraf redaktor, həm də başqa bir saytda işləyirdim sonradan. Nicatın iş yoldaşının sayı, yəni torpillə başlamışdım orada. Nicatın mənə hədiyyə elədiyi fotoaparat sayəsində. Və beləcə başladım məşhurlardan müsahibələr almağa. Həm də münasibət yarandı, bir-birimizlə tanıyırdıq. Sonra Instagram səhifələrimizi falan atırdıq, bir-birimizə izləyirdik. Belə bir də görüm ki, ətrafım böyüdü. Həmin vaxtlarda çox izləyicim yox idi, demək olar ki, heç yox idi. Hiç ciddi ola bilmirəm səndən. Necə bax səhifəm öz-özünə böyüdü. Baxdım ki, ətrafımla bir yerdə səhifəm də böyüməyə başlayır. Ondan sonra artıq paylaşımlar elədim. Bu şəkildə. O vaxtda qaşlarım belə idi. Amma o vaxt o dəbdə idi. Mən də əvvəl qaşlarımı yadında yuxarı yapışdırırım. Mən Arzunu ilk gördüyüm yadıma gəlir. Arzunun adı günü idi. Mən də tez-tezə belə başta səndən eyni vaxt demək başlamışıq. Doğrudan. Sən də onda izləyicin çox deyildi, mənim də çox deyildi. Yəni biz qızlardan daha sonra başlamışıq da. Yoxsa onlarla... Mən səhifəmi 2012-nin axırı 2013-dən açmışam. Amma açıq deyildi də, ancaq qızları qəbul eləyirdim. Hə, mən sənə follow atanda da sənin amma story-də şəkli paylaşırdı, adı gibi təbrik eləyirdi. Ondan sonra mən sənə follow attım. İlk sənə mən follow atmışam yadımda. Dedim, uy, dona qaşaq qızdı. Sonra nə dedim? Danış. Sonra dedim, o lanet olsun o gün. Amma sən mənə çox sonra qəbul edin, o dəqiqə qəbul eləmədim. Görsən, gözüm su içməkdə o vaxtda. İlk hisslər və güzel görsəydin. Burada görünmüşəm bizə. Maça almışsan, mən sevmirəm maça. İç. Maşın sıra content yaradım. Profka. Takidin profkasını işin içine gazlamıştı. Plansız oldu. Adedeciler çok gülürsüz. Bana hem çabuk yazırlar. Diyorlar ki bu kız shit. Bu kızın niye dişlermiş? Yoşi bir yazdı. Neye gülür? Bence ama sen blogger olandan sonra sen Prime dönem böyle en yükseldiğin dönem bence ev aldıktan sonra da. Razıyam. O böyle tık videolar o falan. vaxt Azərbaycanda elə çox yayılmamışdı da belə bu konsept. Çox bəyənilmişdi. Bəli, çox izlədim. Mən də hamısına baxırdım xəstə kimi. Keçək izləyicilər və mənim suallarıma. Bunu bilirəm amma yenə də qoy izləyicilər də bilsin. Bura həzin musiqi qoyacağam. Nicatla necə başladınız? Bunu heç yerdə danışmamışam. Heç öz səhifəmdə də danışmamışam. Necibə. Ayda mən görəsən çox özəl bir şeydir mənim üçün. Yəni qısa Əslində çox adi bir tanışlıq hekayəsidir. Belə qısaca danışım. Qısaca. Rayonda tanış olmuşuq. Mən getmişdim Lənəmgilə rayona. Nicat da dostu vasitəsilə gəlmişdi həmin evə və orada tanış olmuşuq. Mən də balaca qız idim. Nicat da elə balacaydı, 5 yaş məndən böyük idi və orada tanış olduq. Sonra belə ardı gəldi. Aradan bir il məsafə keçdi falan. Ardı da nasıl bir ardı olub biləsiniz yəni.
Ben kocaya kaçacağım. Ya benimsin ya karator. Böyle dramalı bir münasibət başlanğıcı olub, amma indi çox huzurludular. Hətta məsələn Davamı da elə oldu. İndi də elədi. Yo, indi yaxşısı canım mənim. Mən məsələn bir dilləri Instagramda cütlüklər göründüyü kimi deyil falan. Bunlar elədir. Əsəbimi pozurlar, bunlar niyə belədir? Göründüyü kimi həyatda da pisdilər. Mən məsələn münasibət, evlilik misal çəkəndə məsələn hamı deyirlər, məsələn xatirə məndir ki, evlənmə. Düz onu demək şeylər başqadır, amma məsələn mən deyirəm ki, niyə bu arzunun canına göşəkdir? Belə deyirəm, görürsən sən. Sən necə nümunəvi bir insansan. Çalışıram. Əlimdən gəldiyi qədər çalışıram gənclərə örnək ol. Amma Arzu həmişə deyir ki, mən tez evliliyə qarşıyam. Özü o səhv eləyib, amma bəxti gətirib. Bu o demək deyil ki, sizin bəxti düz gətirəcək. Gözəl izləyicidir bax. Qurduğum cümləni birə-bir yansıtdı sizə. Halal olsun. Bir digər sualım. Qaynana ilə həyat necədir Arzu xanım? Qaynana ilə həyat maraqlı sualdır bu. Çünki çox adam elə bilir ki, qaynana ilə yaşamaq dəhşətli bir şeydir də. Əslində evlilik özü çətin bir şeydir. İnsan yoldaşını belə sevməsə, bu dözülməz bir hala çevrilə bilər. Hər gün eyni insanı bütün günü gör, bütün günü yan-yana. Amma ki, o ki sevdiyin insan olur, o sevdiyin insanın valideyni olur və onun valideynin xasiyyəti yaxşıdırsa, çox şükürüm. O artıq olur sizin üçün bir bonus, nə bilim, bir hədiyyə, bir şans. O qədər xoşbəxtəm ki, mən qaynana, qaynata cəhətdən o qədər gözəl insandılar ki, bizə çox kömək eləyiblər. Həm o vaxtı maddi kömək eləyiblər, indi mənəvi kömək eləyirlər. Uşaqlara baxmağımda mən özüm uşaq idim də. Mən uşaqları qoyuram, indi çıxıram qaynanamın yanında. Heç vaxt dayəm olmayıb ya da ki, belə ümumi təmizliyə çağırmaq, şirkət falan demirəm də. Ya da ki, belə köməkçi çox çağırmamışıq. Yəni hər mənada mənim əlimdən tutub dəstək olub mənə, xüsusilə də qaynanam, çox istəyirəm onu. Yəni anam qədər çox istəyirəm desəm yeridir. Çox yaxşı qadın həqiqətən. Amma bu fikrin məncə Azərbaycanda formalaşması ümumilikdə, yəni bəzi həqiqətən də qaynanalar var deyə düşünürəm. Necə pis? Hə. O sözsüz, amma bu insandan insana dəyişən bir şeydir. Sırf qaynana, gəlin, bunu mən ümumiləşdirə bilmərəm də. Yaxşı insan, yaxşı insandır. Yaxşı insan necə pis ola bilər? Ya maksimum biraz oğluna biraz qısqanırıq falan elə bilər. Amma yəni olmayıb, vallahi olmayıb bizdə heç vaxt. Yəni bizim münasibətimiz çox yaxşı olub. Bizim işindən odaklana bilmirəm. Yəni ki, əgər o insan yaxşıdırsa, qaynana ilə yaşamaq sizin üçün hədiyyə kimi bir şey olur. Yox, əgər pis insansa, ayrı evlərdə də yaşasaz, yenə də həyatınıza müdaxilələr qaçınılmazdır. Belə, bu qədər yaltaqlıq bəsdir. Bəsdir, bu qədər tapşırdığım qədər. Ay, yer, şükür saxlayıram başını dostlar. Deməli, Arzu xanımcan, bəli. Ən çox verilən sual, səncə? Ən çox verilən sual nədir? Səncə, bir düşün. Ən çox verilən sual nədir? Rəqamı çıxardım. Estetik. Nə estetikləriniz var Arzu xanım? Səmimi olaq. Deməli, səmimi deyəndə ki, əlbəttə yalan danışası deyiləm ki, bu Bakı balaca şəhərdir. Üzümdə əməliyyat olaraq heç nə yoxdur, amma botoks elətdiyim olub, dolğu elətdiyim olub. Mən aparmışdım dolğuya. Hə, belə, amma kəsib biçmək, nə bilim, heç nəyim yoxdur hələ ki. Belə, üzümdə bu qədər. Sualınca. Hayır. Bədənimdə də əməliyyat var. Sən bilirsən də bunu. Amma ki, o düşündükləri əməliyyat deyil. Bura emoji var idi, onu qoyarsan. Amma var belə. Amma Allah üçün də bu qız əvvəldən qəşəng olub. Sağ olun, özümüzə görə. Bədən də qəşəngdir. İndi də qəşəngdir. Ay, o düşündükləri əməliyyatı elətdirməmişəm, amma nə qədər müasir olsanız da mən biraz mühafizəkar insanam və nəzərə alıram ki, mənim paylaşdığım hər şeyi atam da izləyir, qardaşım da izləyir. Yəni mən elə şeylərə diqqət eləməyə çalışıram. Yəni buna görə bunu çox işıqlandırmıram, amma ki belə gizlətdiyimdə heç nə yoxdur. Demə yazan daimi danışdığım izləyicilərim var. Hamısına məsləhətlər də vermişəm, nəyi elədin, elətməyini demişəm. Özü düşünürəm ki, okey, yəni hardasa həkim paylaşmaq olur, amma biraz çox individual bir şeydir. Çox. Yəni birində çox təriflənən təhkim olur, birində çox yaxşı alınır, birində pis olur. Yəni ona görə bilmək olmur belə şeyləri. Sonra mühafizəkarlıq demişkən Arzu xanım, keçən yadınızda bir story paylaşmışdınız, bu bütün qeybət səhifələrində getdi. Nə? Mağaramdan çıxmaq istəmirəm. Ay, bu arada belədilər həqiqətən. Mən bir kənardan bir şəxs olaraq
Akıllığından deyil. Hər yer. Qoyum neynim çıxmır, bizlə bir yerə tək getmir. Ya ona da okeydir. Ona da normal baxır, amma özü deyir mən belə, siz özü Mən bilərsiniz. əylənə bilmirəm. Mən fikrim mən belə görmüşəm, belə öyrəşmişəm. Elə bilirəm ki, bunu pozsam, o bizim aramızdakı o bir söz var, deyəcəklər niyə türkçə danışır? Büyü bozular. O şey itər də, o mistik bağ olur. Elə bilirəm o itər. Ona görə istəmirəm. Yəni nicatsız xaricə getmək, rayona getmək. Bir dəfə getmişdim də Lənkəran əslində. Nə olmuşdu? Yadımdan çıxdı. Getdim də heç nə. Nəsə olmuşdu? Yaxşı ol belə yadımdan çıx. Nəsə axşam mı getdin, nə deyirsən? Hə, gəldim çatmışam. Sən də story atmışdın ki, qaçıb qız qaçırdım. Allah düşmən. Ay da yadıma düşdü. O da dövlət tədbiri idi deyə getmişdim. Məcbur getmişdi. Səhər-səhər oyandım ki, arzu yoxdur. Axşamdan istədim ki, bu nəsə belə gedəcək. Belə. Bəs belə qısqanırsan da, yəni qısqancam. Hə. Sevən qısqanır. Özü bilər kim necə sevir, nə qısqanır. Mən eləyəm. Mən heç kimə məsləhət vermirəm, amma mən eləyəm. Elə görmüşəm. Yəni bizim də aramızda uşaqlıqdan bəri elə olub deyə onu aşa bilmirəm. Heç aşmaq da istəmirəm. Bəs Çünki aşanları görürəm də, yəni çox genişlik də bir şey deyil məncə. Bu mənim fikrimdir də. İndi kim necə istəyir özü bilər, amma ki qınamıram, amma nə bilim vallah. Bəs Nicat da qısqanc da? Nicat əvvəl lap qısqanc idi. Ay Allah. Yadımdadır. Ay Allah. Təsəvvürün də hazırlığa Salarsın gedirdim. düşməyərəm, hər şey bilmirəm. Uşaq idim, uşaq, balaca uşaq. Hazırlığa gedirdim, dərs, elm öyrənirdim. Elm tədris mərkəzinə gedirdim. Mənə telefonu açıq qoydururdu ki, telefonu açıq qoy. Bu həqiqətən psixli idi də. Buraxlarını kəsərsən, insanlara pis örnək olmaq istəmirəm. Yox, yəni ki, o vaxt bilməyib yazıq belə olub. Asparkə gəldi bir dəqiqə məcər. Yazıq belə olub, belə bir xoş qədəmli verilişinə çıxardım. Xoş qədəm xanım. Kollegizlə dost olub belə qısqanıram. Deyir özü realda da elədi. Əlbəttə bir insan nə qədər rol oynaya bilər ki. Məncə də. Əsla Axşam başlamır. oynayanlar var ya, neçə ildir gözümüzün qabağında. Vallahi 200-lü insana həsrət qalmışıq. Elgiz deməyimiz, yəni səmimiyyətdən, sevdiyimizdən deyil. Elgiz bəy də deyə bilərik. Bəli. Çox qəşəngdir. Baxışlardan edirsən deyər. Hə, çox ağlımda. Hansı dostun hansı xüsusiyyətlərini sevirsən və özündə olmasını istərdin və təbii ki, sevmədiyin xüsusiyyətlərini deyə bilərsən. Məsələn, ağlıma ilk gələnləri deyə bilərsən. Sən ad denən, mən deyim də belə. Məsələn, ayda kimin deyib? Məsələn, yaxşı bir danışaq. Ən yaxınlarımızdan da. Burada böyük bir hissəsi kəsilir. Mənim ən sevdiyim xüsusiyyətim və sevmədiyim xüsusiyyətim. Sənin ən sevdiyin xüsusiyyətin hansı ki, ortaq nöqtəmizdə idi gör. Biraz soyuqqanlısan, ortamı idarə etməyə bacarırsan, emosional deyilsən. Çox bu hərdən işə yarayan bir şeydir. Həm də ki, çox çalışqansan, tənbəl deyilsən. Məsələn, mən istəyərdim ki, mən də elə olum. Bəs sevmədiyim? Sevmədiyim xasiyyətin. Maşın sürəndə itə dönür. Ay Allah. İç, adam qapır. Bir də ac olanda. Yəni bu gördüyünüz Nəcibə ilə əlaqəsi olmur da. Mundar bir şey olur, çox pis olur. Sonra da deyirlər büyüklər düz deyil. Özündən də ən sevmədiyin xüsusiyyətin nədir? Özümdən sevmədiyim xüsusiyyətim tənbələm biraz. Sonra tənbəl dediyim əslində mənim elədiklərimi bir sayaq görə kimlər eləyib, nəysə. Deyim sənə ən sevmədiyim xüsusiyyətimi? De. Məsələn, məsələn bir səhv eləyir ya da məsələn bir şey eləməli idi, eləmir. İlk inkar moduna keçir. Yəni sən nəsə eləməli idin, mən ona görə onu eləmədim. Yəni birinci səhv özündən qabağındakini bir 10 dəfə suçlayacaq. Sonra nəysə. Amma zarafatsız ciddi səhvim olanda mən üzr istəyən adamam. Şükür bizə qarşı ciddi səhv olmuyor. Yer dəyişdi uşaqlar. Elə istədi. Arzu xanımın din inancın hazırda 1-dən 10-a qədər nömrələsək neçə olar? Qiymətləndirsək, inancım 10-a qədər qiymətləndirilirsə 10, 100, 1000. Amma imanımı qiymətləndirilirsə onu mən qiymətləndirə bilmərəm. O Allahın namının öz arasında olan bir şeydir. Bu arada Arzu bizlə də axır vaxtlarınızda az görüşür. Belə nankorluq, belə satqınlıq, belə üzə duranlıq görməmişəm mən.
Ha bir yatanda ayrı yatır da. Neden? Beraber uyuyabiliyoruz ki. Blogger olmasan ne olardın Arzu? Jurnalist. Hə, mən uşaq vaxt istirdim ki, aparıcı olum, xəbərlər aparım. Ya da nə bilim, nəsə ciddi bir veriliş aparım. Qeyri-ciddi ümumiyyətlə bizim nəsil ümumiyyətlə aşırı mühafizəkar insanlardan ibarətdir deyə. Mənim 10 əmim var, onu da hamısı alim, professor, ziyalı insanlardılar da. Bizdə ali təhsilə, belə savada çox önəm veriblər deyə. Mən də həmişə məşhur olmaq istəmişəm. Bu məşhur olma istəyimi də biraz belə don geyindirmək, leqallaşdırmaq, ciddiləşdirmək üçün xəbər aparıcılığı eləmək istirdim uşaq vaxtı. Səncə hal-hazırda olduğun rahat həyatı jurnalistliklə qazana bilərdin? Yox, dövrün reallığından indi səmimi danışsaq məncə yox. Amma ki bilmək də olmaz. Bəlkə bundan da yaxşı ola bilərdi, bəlkə bundan pis ola bilərdi. Onu belə bilmirəm. Bu bir rəydir, sual deyil. Necə? Məncə Arzu'nun Instagram halı ilə real halı fərqlidir. Bu Düzdür. Məncə Arzu realda daha əyləncəli və şitoş bir insan. Ya mən Arzu'yla çox əylənirəm şəxsən, yəni ikimiz olanda, bir ortamda olmayanda. Amma mən Instagramda mən də qatılıram ki, biraz daha belə yəni belə nə deyirlər ona? Soyuq. Soyuq deməyək də, yəni belə bir 200-dür. Yo, 200-ün nə alaka? Şərəfsiz. Belədir də, yəni tərpənmir elə bil. Elə biləm ki, ancaq belə durur. Belə bir şey zaçaksın. Ha, nə bilim, amma yox, realda Əsas odur realda daha yaxşıyam. Nəysə, realda cəmaət daha var ki, yaxşı. Instagramda özünü aparır mələk kimi, realda Allah var yoxsun ana. nə bilirsiniz? Başqa blogerlərdən söhbət düşmüşkən hansı sual gəldi? Nə? Sevmədiyim blogerlər. Allah, bunu demişdin. Bu necə deyim? Bunu bilirsən ki, heç kim Ya bilməz. ad deməyi bir gözləmirəm. Amma məsələn niyə sevmirsən onları? Niyə sevmirəm? Ən sevmədiyim şey bir influencerda nədir? Birincisi, başqa yerlərə yazıb özü nəsə istəmək. Bu influencerların bu adlarını batıran, belə o bəzi sözlər var, heç dilimə də gətirmək istəmirəm. Nə bilim, hazır yeni dilənçi də bilmirəm. Belə şeylər həmin o influencerlara görə olub və özüm də yaşamışam bunu. Adicə Siestan səhifəsində belə nə qədər yazanlar olub, rəfiqələrimizin iş səhifələrində də olur. Və öz ətrafımızda da görmüşəm bunu. Yazıb nəsə istəmək, deməli, özünü dəvət etdirmək. Tanınan bir blogerdir həmişə. Tanıdığımız biridir. Yəni tanınlardan biridir. Nisbətən. Mənə görə yox. Yəni biz bir ara, bəlkə də indi də elədir. İndi əlaqəmiz yoxdur deyə həmin şəxslə. Biz hansı şirkətdən məsələn nəsə paylaşmırdıq, əməkdaşlıq eləmirdik. Axşamı ya da səhərsi günü həmin şirkəti direktə yazırdı. Yəni bu da faktla göstərilən bir şeydir. Bir dəqiqə özümə heç vaxt sonra nəyi bəyənmirəm? O özünə sual verib heç kimə lazım olmayan şeyləri yazmaq. Yəni bilirsən ki, bu sualı izləyici yazmayıb da, sən özün yazmısan. Amma tutmurlar. İzləyici başa düşməsə də onu influencer başa düşür axı. Sonra ən azından mən elə düşünürəm ki, yox, bunu deməyəcəm. Yox, dinən. Yox, xahiş edirəm. Dinən. Yox. Dinən. Xahiş edirəm Nəcibə. İstəmirəm. Bir kaos, bir intriga, bir şey ver də. Adam gərək özünü məsələsin. Həqiqətən hər şeyin başı odur. Yaxşı, Azərbaycandan bir dənə ən sevdiyim bloger, xaricdən bir dənə ən sevdiyim bloger adı. Amma belə pik. Xaricdən çoxdur. Azərbaycanda sevdiklərim çoxdur. Sən. Sonra xaricdə də çoxdur. Məsələn, izləyərdim. Mən həmişə düşünürəm ki, səhifəmi idarə edəndə də mən izləyici olsam, məni izləyərdim. Fikirləşirəm ki, hərdən deyirəm ki, hə, yəni baxaram, düşərəm aşağılara, nə bilim, yaşadıqlarımı falan bax. Hərdən girəm belə postlarımı başqa bir insana götürürəm. Oy da nə göz. Neyini bax bu qız belə? Nələr yaradıb bu qız? Hərdən deyirəm yəni yox, çox maraqsızdır, izləmərəm də. Dəyişir o adamlığına görə. Amma səni izləyərdim. O bizim qızları izləyərdim. Çoxsunu. Mən də Azərbaycanda bloger olmayan bir şəxs olsaydım, bizimkiləri izləyərdim. Bəzilərini də şeyə görə izləyərdim. Görün bugün nə paylaşır. Nə düşüncə. Qız da aman qeybət eləməyə bir material çıxsın. O blogeri gördü. Mümkün də daha. Məsələn, təzə başlamaq istəyən blogerlərə bir trikin, bir məsləhətin, bir şeyin varmı? Sən inanırsan bu dəqiqə bütün əzbərlədiyim şeylər hamısı. Heç bir maarifləndirici risk burada ifa eləyə bilməyəcəm. Çalışın ki,
Heç kimi təkrarlamayasınız. Aktiv olsunlar, səsli danışsınlar, izləyici ilə ünsiyyət qursunlar, estetika, nə bilim, səhifəmin şeyi, Bizdə keçmir. nə idi o? Səhifəmin fidi pozulmasın deyə, nə bilim. O da çox gözəldir. Onu bacarmaq da çox çətindir. Amma ki Amma o sizi bir qəlbə soxacaq. O gün paylaşmaq, izləyicilərinizə ötürmək istədiyiniz şeyi və paylaşa bilməz. anlıq storylər, ən gözəli anlıq storylər. Olduğun yerdən story atmaq, sonra editləyib paylaşıb atmaq yox. Və danışmaq. YouTube-da mütləq olsunlar, çalışsınlar öz kontentlərinizlə üzrə. Toya ən çox nə qədər pul salıb? Toya ən çox 2000 man. Kim? Mənim nişanıma 1000 manat salmış. Gözdə də bir toy olsun, gözdə də. Kimdən məndən yaxın? Mənim nişanıma etdiyin saç və look. Bilirsən sən paltarı nə qədər adam istəyir? Paltarım çünki çox gözəl idi. Paltarımı mən çox bəyənmişdim. Onsuz da və paltarımda tikiş səhvləri yazmışdılar ha. O paltar budur. Arzu dedi ki, ən çox mən özənəcəm, ən çox mən şitoş olacağam, ən çox mən belə eləyəcəm. Dedi. Son saniyə, son dəqiqəyə qədər qərar verə bilmədi. Hə. Və Heç belə 4 bir şey dəfə falan yaşamamışdım. paltar dəyişdik. Və mən normalda necə eləyirəm? Atıram Nəcibə, buna oxşar bir şey tik. Heç nə primerkaya getmirəm, nə maraqlanmıram. Sadə bir şey onsuz da həmişə elətdirirəm də. Amma bu da dedim ki, yox, mən sünnət olduq anası olacağam. Sünnət nə deyirlər ona? Hə də sünnət annesi. Hə, o nəysə də çox özənəcəm dedim. Elə bu olmasın, daha da yaxşı olsun deyə son günə qədər paltar şey edə bilmədik. Və o paltar 1 saata 40 dəqiqəyə tikilmişdi deyə və mən də çox açıq geyinmirəm deyə o açıq olan hissələri də yazıq dərzi 2 dəqiqənin içində belə oralarını, buralarını tutdura. Yo, məncə paltarın çox qəşəng idi. Elə bil ki, biraz saçda biraz Saçımı da istəyərək elətmişdim, amma saçım pis idi. Nə deyim? Ferihan saçı yazmış. Düz yazmışlar. Zərdən. Ayda. Şimdi mən bəlkə də o saçı başqa Amma o lookda saç eləsəydim. salonda elə değildi. Ha, bəlkə başqa lookda Vallahi elə değildi. Yəni çox gözəl görünürdü, çox bəyənmişdim mən yolda. Sonra baxdım ki, arxası başqa cür imiş. Amma özüm bilə istəyə, yəni o şəklini göstərib. Ferihan göstərib. Hansı marka ilə işləmə xəyalında mı olmayıb Arzu? Ha, çox var. Ən Hansına işləmişik? Lüks brendlərlə işləməyi çox istəyirəm. Dior, Yves Saint Laurent, Louis Vuitton istəyirəm. təəssüf ki, o bizim ölkədə. Azərbaycanda amma belə işləmədiyimiz qaldı. Buradakilərin demək olar, hə. Bir də məsələn burada rəsmi olan, yəni şirkətlər onun hamısını işləmişik. Amma bu Dior'dur, Louis Vuitton'dur falan bunlar gərək qulbalda. Yox. Sənin üçün əsl sevgi nədir? Mənim üçün əsl sevgi çox gözəl sualdır. Yes, Bax belə sualları verin deyim hə. Ümumiyyətlə sevgi mənim üçün çox müqəddəs bir şeydir. Zirvədə yaşanması lazım olan bir şeydir. Əsl sevgi əslində çox şeydən ibarətdir. Məsələn, ən başda dost olmaqdır, söhbət eləməyi bacarmaqdır. Və ən əsası, indi bunu mən sənin vermək istəyəcəyini düşündüyüm növbəti bir suala bağlayıram. Məsələn, uzun ömürlü evliliyin sirri. Niyə verməmsən məsələn bu sual? Əsl sevgidən danışırsan. Evli deyilsən, amma əsl sevgi üçün, yəni də ömürlü bir sevgi üçün. Yox, mən evlilikdən danışmaq istəyirəm. Yaxşı, evlilikdən danış. Arkadaşlar, söhbət eləməyi bacarmaq. Vallahi axıcı söhbət. Yəni bu çox önəmlidir. Əgər bir insanla maraqlı söhbət eləyə bilirsənsə, vaxt keçirdə bilirsənsə, o istər dostluq olsun, istər ailə münasibəti, sevgi münasibəti uzun ömürlü olur. Canım qalır. Söhbətlər. Siz danışa bilmirsiniz. Sadəcə yüksək səslə demək. Ay, Nicat çox istəyirəm həqiqətən. Özü baxmaz inşallah bu videoya, amma həqiqətən enişdə. Enişdilər arasında ən it pişiydilər. Ya, mən sevdiyim insanlarla uğraşmağı xoşlayıram ona görə. O da həmişə o vaxtdan karantindən deyirdi ki, mən ən çox Nəcibəni çox istəyirəm. Prosta o birisi qızların yanında demirdi. O bir qızlar görəcək. Bir yerdə normal vaxt keçirdə bilməkdir. Yəni onun yanında olanda can atmamalısan ki, sıxılmamalısan ki, durum gedim o birislərin yanına. Amma məndə bilmirəm Nicatda inşallah onda da elədi. Məndə elədi ki, məsələn o olmayanda mən istəyirəm ki, kaş o da burada olardı. Gedim onun yanına.
O olmayan yerdə elə bilirəm ki, əyləncəni belə istəyirəm ki, onunla paylaşım. Məsələn, insan istəyir bu yediyim bir şey uşağımda yeyərdi. Elə bir şey, sən hardan biləsən elə şeylər? Təzə nişanlanmısan. Niyə bizdə də 9 idi də var qurban. Amma mən Qədirlə şu an ayrılmaq. Bizdə yoxdur. Zarafat Sizdə elə. başqa cürdür də. Mən yəni həyatımda ən çox əyləndiyim insan odur. Sən Qədirə şükür elə ki, sənlə yola gedir. Qədir qızıl kimi oğlandır. Qədir qızıl səs. Bax bu belə insandır. Bu əsl üzüdür, bax gördünüz. Qədir həqiqətən çox gözəl insandır. Həm dostluqda, həm bu qədər. Başqa nə bilə bilərəm ki, həm işdə. Bunun ən qəribə deyim. Çox əziyyət çəkirəm uşaqlar. Hə. Yadında qrupa da atmışdım. Bir də yağış yağmışdı. Evimizin qabağı su idi. Həmin vaxt mən zarafatla yazmışdım ki, Temudan lotka sifariş vermişəm. O vaxt çox ciddi storylər atırdım bu arada həmin vəziyyətin bərpa olmağı üçün, düzəlməyi üçün. Yazmışdım ki, siestaya üzə-üzə getdik lotka ilə. Hardasa 3-4 nəfər ona inanmışdı. Atmışdım qrupa yadıma gəlir. Hə, o ən qəribəsi o idi. Bilmirəm, deyəcək kimi deməyəm. Əsla dediyin 3 şey. Əsla dediyim 3 şey. Boy. 3 nədir? 33. Heç bilmirəm. Deyəsən hər şey deyə bilərəm. Mən şəxsən əsla heç vaxt demirəm. Yəni hər şey ola bilər, hər an hər şey ola bilər. Hə, qəbul edərdin o zaman bu. Niyə Üzülməyə? Belə bir atalar ki, heç vaxt demə. Həm də belə bir bunu məsələn bu misala istinadən deyə bilərəm ki, deyirlər ki, insan yaşamadığı şeyi qınamamalıdır. Çünki bilmirsən sən o situasiyada nə reaksiya verərdin. Məsələn, sən oğru deyilsən, çünki oğurluq eləməyə məcburiyyətində qalmamısan. Üzüm getdikcə şişir. Gözümün altı da şişib. Deyəcəklər dolğu eləyib üzünə. Dişini çəkdirib dostlar, dişini. Ona görə. Səncə izləyicilərin haqqında sənin haqqında səhv düşündüyü nədir? Məsələn, səncə bir ön yarğıları varmı nəyəsə qarşı? Hə, o qədər. Məsələn, elə bilirlər ki, mən çox belə lovğa, yekəxana, soyuq. Düz bilirlər. Elə deyiləm, amma Bir də səbəb. Keçən dəfə bir də bir qeybət səhifəsindən söhbət düşüb. Biz də danışıq. Məsələn, bizim haqqımızda söhbət gəlir. Deyir ki, bunlar səhv danışır, bunlar nə danışır? Bunlar o səhvdir. Sonra başqası haqqında yazılanları oxuyuruq. Arzu deyir ki, düzdür. Deyəsən bizim haqqımızda danışır. Bunlar da düzdür. inşallah ki elə deyil. Ay Allah, nə qədər gülmüşdüm. Amma bizimkilər, bizim haqqımızda danışanlar düz deyil məncə. Düz deyil. Hansı rəyə ağladığın olub? Yox. Pis olduğun. Pis olduğum? Pis olduğum olub bir dəfə. Məsələn, nə? Danışmaq istəmirəm. Mən ümumiyyətlə bax bunu sən də bilirsən ki, həm o mövzuda özümü çox şanslı hiss eləmişəm. Mən o aramızdakı izləyici ilə aramda olan səmimiyyəti o məsafədə qorumuşam ki, heç vaxt nə çox aşırı səmimi olmamışam. Çünki aşırı səmimiyyət özü də bir səmimiyyətsizlikdir. Bunu yəni heç kim əksini iddia eləyə bilməz. Nə də ki, onu düşünürəm ki, mən balansı yaxşı saxlamışam deyə heç vaxt o pis rəylər, linçlər olmayıb məndə. Hansı rəy pis olduğun olmayıb, onu da belə başa düşdüm. Yox, pis olduğum olmamış olmaz, amma ağladığım falan yox olmayıb. Nəcibənin bir rəyi ağladığı olubmuş. Rəy deyil, daha doğrusu, belə rəylər. Nə doğrusu? Kameranın bağlandı deyib. Yəni belə bir tədbirdə idi o vaxt, çox detay verməyəcəm. Belə başqa influencerların da olduğu bir tədbir idi. Məsələn, eləmişlər, mən çox body shaming eləmişlər. Ona bax, özünü ona oxşat, bu nə tərzdir, bu nə bədəndir. Əsəb olmuşdum belə. Çox gəlmişdi rəy. Mən də biraz sinir stres keçib ağlamışdım. Aşkım, sən kukla kimisən, gəl birbirimize Bir də deyəsən özümdə deyil. Təsirinə düşüb bir şeyi məsələn elətdirməmişəm. Bir dəfə istəmişəm. Onu danış. Danışacaq idim. Mən bədən istirdim. Lipo istirdim. O da bilirsiniz necə? Bu alt qarnıma Arzu mənə qoymadı eləməyə. Dedi ki, amma xatirə dirdə elət yadıma gəlir. Hə, xatirə dirdə elət. Ay qız, elə düşkünlük nədir? Mən də bir lipo niyə vermirəm? Belə bədəndə belə dığır-dığır qalır. O görüntüdən çox qorxurdum. Nəysə dedim ki, yox mən arıqlayacağam. Arıqlamadım amma. Onu dedim. İndi çox qəşəngsən. İndi arıqlamışam amma alt qarnım.
Sizə bir şey deyim Nəcibə, valla o qarın mənə daha xoş gəlir, nəinki lipolu. İki gömbul bir-birinə təsəlli. İndi də çox arıqlıqda bə düşüb. Həqiqətən. Hər şey havada uçuşur. Dərmanlar, zırtlar, pırtlar, eslər, xslər. İndi də cəmaət o psixolojisini pozur. Olmaz, çox zərərli onlar. Gömbullar bitirində düşəcək. Vermiş deyil, yerdi. Mən nə vaxt yemək yemişəm? Yox, hayır, yeyirəm. Canıma dəysin. Alan alıb. Gömbuluq ki, Nəcibə. Deyilik. Yox, deyil. Cəmaət psixolojisi pozulur. Nə olum mən? Siz köksüzsünüz, Sən biz nə necəsən ki? ihtiyacımız? Sən də 50-cisən. Mən hal-hazırda 56. Əladır. Arzunu arzu edən nədir? Hər şey. Məsələn, 3 dənə şey say. Sənin xüsusi özəl. Ədalətli olmağı. Mən özümdə ən sevdiyim şey odur. Ədalətli, mərhəmətli. Bu da qanadlarım. Zarafatsız. Mən öz ədalətimə də, mərhəmətimə də, vicdanıma da çox güvənirəm. Başqa şeylər deyə bilmərəm. Hamının pis xəssiyyətləri olur da, mənim də var. Amma ki, ədalətli insan olduğumu düşünürəm. Haqqaniyyətli insan olduğumu düşünürəm. Sən nə biləsən? Olmazdı ki, sağ ol. Qutarasan özün haqqında danışım, mən səs olmadan. Problem yaşadın. Problem yaşadığım influencer. Olub. Olub, amma ki, mənim bilirsən də küs olduğum heç kim yoxdur. Yəni, küsülü olduğum, danışmadığım, salam vermədiyim bir influencer belə yoxdur. Çünki hamısı ilə çox yaxşı belə məsafəli, uzaq məsafəli. Sən oradan bilirsən. Mən hesablayıram, bayğon sayma çalışım, mən heç bir problemliyim. Əslində bunun özü də doğru bir şey deyil. Hamı ilə okey olmaq. Bunun özü də bir ikiyüzlülük, minizlülük deməkdir. Amma biri var ki, Bir mənim üçün deyirdilər, şeydir. Hər ortamda. Hə, hər ortamda yaxşıdır. Elə biləm ki, 200. Oysa hamının üzündən o mənəm. Hamının Orada bir məqam var, qızlar. Məqam bilsinlər, biri var ki, hər ortamda eyni səmimiyyətdə, eyni şeydə olasan, yaxınlıqda olasan, bir də var o məsafə məsələsi var da. Salam, sağ ol, necəsən, uşağın, ailən, nə bilim nə. Bir də var ki, yaxın dostlar, bu başqa. Mən sənə bir sual verim. Necə oldu ki, evlənməyə qərar verdin? Aha. Heç vaxt yəni istəmirdim də belə konkret olaraq. Mən də son 2 Mən ümumiyyətlə yenə də belə evliliyin çox sən indi biraz mağaraya danışıram buradan. Yəni sən bir-birini sevdikdən sonra yəni evliyim mühüm deyil, amma dedik ki, qoy bunu yox. Mən Qədirlə niyə evlənməyə qərar verdim? Daha dedim vaxtıdır. vaxtı. Neçə yaşın var ki? 27 olacağam sentyabrda. Yaxşıdır. Pis deyil. Vaxtıdır dediyimdə daha doğrusu həmişə deyirəm ki, qoy Qədirdən əmin olum, evlənmək üçün. Yəni biraz əminəm kimə gəlir. Soru işarəti. Yaxşı, gəl sağlaşaq. Hə. Çox güldüksə, əsəb pozduqsa, üzürsə, biz bir ara gələndə beləyik. Gülmədən 2 dəqiqə gözlə sağlaşanda gülmək olmasa. Hə. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür edirik. Altda isə suallarınız varsa yazın, amma məncə getdi. Bir növbəti videoda kimi istəyirsinizsə onu yazın. Mənim ağlımda bir nəfər var, amma Kim? Mən deyim növbəti qonaq. Xatirə. Ayda. Olsun. Gözlə bir də fikirləşim. Niyə? Şeydir, xatirə o bir kanalımda olmuşdu deyə istəyirəm birinci heç olmayanlar olsun. Çox sağ olun izlədiyiniz üçün təşəkkür edirəm. Kanala xahişim abunə olun, nə olar, əliniz qurumasın. Nə qədər də abunəm? Heç də 2000-dir, nə qədərdir? 100k olsaydım plaket gələrdi. 100. 90 alarsan amma, inşallah. Gəl, davay. Bu videodan sonra 90 olmasa utandırarsın məni. Nə olar olsun. Nə olar. Sağ olun. Bay bay.